Yanvarın 17-si həftənin şənbə günüdür. Sabahınız xeyir olsun. Gözəl həftə sonu keçirək. Hamımız həftə sonuna köklənsək də əslində həftənin yaxşı başlaması da çox vacibdir. Mövzumuzla birbaşa əlaqəsi olan bu məsələni həm də evdə təhsil proqramlarının dövlət dəstəyi ilə müzakirə edəcəyik. Qeyd etmək istəyirəm ki, studiyada qonaqlarım var və qonaqlarımızla elə evdə kimlər təhsil ala bilər, kimlər ümumiyyətlə bu məsələ ilə bağlı dövlətin qurumlarına müraciət edə bilər. Qonaqlarımız sizə təqdim edirəm. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Bakı Şəhər Təhsil İdarəsinin 3 nömrəli Psixoloji Tibbi Pedaqoji Komissiyasının sədri Reyhan Əhmədova və Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial-Psixoloji Dəstək Şöbəsinin müdürü klinik psixoloq Ramin İsmailov. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Əslində bu mövzu birbaşa mənim özümü də maraqlandırırdı. Çünki çox suallar ünvanlanırdı. Hətta məktəbə qədər hazırlıqlara, məktəblərə gedəndə doğrudan da bu mövzu ətrafında çox düşünürdüm ki, görəsən bizdə müəyyən bir problemi olan uşaqlar evdə təhsili necə əldə etməlidirlər? Yəni, bir də biz bilməliyik ki, bunlar konkret olaraq hansı uşaqlar üçün nəzərdə tutulur və təbii ki, bunun rəsmi prosedurları var, psixoloji hazırlıqdan danışacağıq. Ona görə də hansı valideyn ki, doğrudan da övladı ilə bağlı bu vəziyyətdə alınacaq məsləhətlərə ehtiyacı varsa, düşünürəm ki, efirimizi izləyə bilər. Eyni zamanda efirimizi izləmə şansınız olmasa, daha sonra təbii ki, sosial mediadan, Real televiziyasının səhifəsindən izləyə bilərsiniz. Reyhan xan, başlayaq ilk olaraq sizdən. Yəni, evdə təhsil hüququndan kimlər istifadə edə bilər? Elə konkret sualı belə verim. Yəni, birbaşa deyək də, kimlər müraciət edə bilər? Evdə təhsil şagirdin sağlamlıq vəziyyəti ilə və xüsusi ehtiyacları səbəbindən təhsil proqramının məktəb şəraitində deyil, ev şəraitində mənimsənməsi prosesidir. Evdə təhsil Azərbaycan Respublikasının təhsil haqqında qanunu, Nazirlər Kabinetinin müvafiq qərarları və Elm və Təhsil Nazirliyinin normativ hüquqlu sənədləri əsasında tənzimlənir. Ümumiyyətlə, evdə təhsilə ağır sağlamlıq vəziyyəti olan şagirdlər, xüsusi qayğıya ehtiyacı olan şagirdlər və fiziki məhdudiyyətli, xüsusi tibbi göstərişə sahib olan şagirdlər cəlb olunurlar. Evdə təhsilin təşkili birbaşa Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin səlahiyyətlərinə daxildir. Rami müəllim, əslində ev bilirsiniz ki, uşaqların çox belə komfort zonası sayılır və biz valideynlər üçün belə bəzən hansısa bir müəllimi evə özümüz, yəni fərdi üsulla, ödənişi hətta özümüz belə edəndə, biz müəllimi evə cəlb edəndə görürük ki, uşaq öz komfort zonasında istədiyi bu ərköyünlüyü, rahatlığı nümayiş etdirir və müəllimlər üçün doğrudan da çətin olur. Biz ümumiyyətlə, baxın, ana və müəllim, yəni psixoloji metodlardan istifadə etməlidirmi? Yəni, bununla bağlı vəziyyəti istəyirəm bizə izah edəsiniz. Çünki artıq yetərincə təcrübəyə maliksiz. Əminəm ki, belə uşaqlar var və artıq evdə təhsillə də təmin olunurlar. Düzgün vurguladınız. Uşaq üçün, ümumiyyətlə nəinki uşaq üçün, bizim özümüz üçün belə ev komfort zonadır, istirahət zonasıdır. Və əlbəttə ki, onun öyrəşdiyi bir rutin var orada müəyyən bir fəaliyyətlər var və yeni bir şəxsin gəlməsi evə, yeni bir şəxsin mühitə daxil olması və əlavə olaraq da burada təhsil məsələsinin də əlavə olaraq gəlməsi uşaqda müəyyən bir diskomfort yarada bilər. Bunun üçün nə vacibdir? Bizim əsas məqsədimiz, ana üçün də, mütəxəssis üçün də əsas məqsəd evin artıq komfort zonadan çıxıb beynin işlədiyi və ya mənim əziyyət çəkdiyim, mənim diskomfort olduğum bir yer olmamasını təmin eləməkdir. Nə eləmək lazımdır bunun üçün? Klasik bir metod var. Məişətin müəyyən bir şərtləndirilməsi adlandırırıq bu metodu əlbəttə ki. Ən yaxşı metod nədir? Uşağın dərs oxuyacağı bir zonanın ayrılması. Konkret olaraq müəyyən bir masa olmalıdır, konkret bir müəyyən bir əyləşdiyi yer olmalıdır ki, uşaq ancaq orada dərs oxuyacaq, ancaq orada
televizora baxmaq olmaz, orada yemək yemək olmaz, orada cizgi filminə baxmaq olmaz. Yəni sırf sinif abu-havası yaratmaqda. Bəli. Yəni artıq siz bir növ siqnal ötürürsüz ki, uşağa sən bura əyləşmisənsə, deməli sən burada dərs oxuyacaqsan. Valideyn bunu özü yaratmalıdır, pedaqoji mühit formalaşmalıdır o evdə. Bəli. Və həmin qeyd etdiyim kimi həmin məkan başqa məqsədlərlə istifadə olunmamalı. Əslində Rami müəllim, Reyhan xanım, deməli belə deyək də pandemiya dövründə onlayn dərslərdə biz belə də bu praktikanı hardasa yaşadıq. Çünki biz axı indi bu gün danışırıq evdə təhsili kimlər təhsil ala bilər və s. Amma onda bilirsiniz ki, istər fiziki bir qüsuru olan, olmayan hər kəs, yəni evə qapanmalar vardı və onlayn dərslər keçiririk. Hə, bu bizim üçün təcrübədə yeni idi, amma uğurlarımız da oldu. Yəni biz deyək ki, misal üçün həmin ili 11-cilər hansı ki ali təhsil ocaqlarına hazırlaşırdı. Onlar sayca çox aşağı düşdü, imtahanları qazana bilmədilər. Yox, belə bir statistika yoxdur. 9-cu siniflər tutalım. Rus bölməsi Azərbaycan dili imtahanı verməli idisə, onlar da onu uğurla yerinə yetirdilər. Yəni biz bu təcrübəni yaşadıq, amma burada biraz bu uşaqlardan, yəni fərqli uşaqlardan xüsusi qayğıya ehtiyacı olan uşaqlardan təbii ki, onlarla gündəlik həyatda da bəzi şeylər çox çətin olur deyə bir dərs nə istəyir? İstəyir evdə sinif ab-havası yaratsaq, bir disiplin istəyir. Yəni biz bunu bəzən hətta xüsusi qayğıya ehtiyacı olmayan uşaqlarda da müəyyən bir xarakter formasında məktəblərdə görürük ki, müəllimlər üçün çox çətin olur, valideynlər üçün. Yəni ilk ibtidai sinifdən gedir də söhbət, sonra biraz artıq formalaşırlar. Reyhan xanım, evdə təhsil üçün tələb olunan sənədlərə gələk. Yəni hansı sənədlər tələb olunur? Evdə təhsil üçün ilk növbədə valideyn şagirdin qeydiyyatda olduğu tibb müəssisəsindən tibbi arayış götürməlidir. Təbii ki, orada diaqnoz da. Bəli, bu tibbi arayışda şagirdin diaqnozu, xəstəliyin gedişatı, əməliyyat keçiribsə, əməliyyatın tarixi, şagirdin qəbul etdiyi preparatlar varsa, həmin preparatların adı qeyd olunmalıdır. Ətraflı şəkildə bu tibbi sənəddə özü əks olunmalıdır. Daha sonra valideyn məktəb vasitəsilə müəyyən sənədləri, bu sənədlərin içində xasiyyətnamə, qiymət cədvəli, psixoloji rəy mütləq olmalıdır. Şəxsiyyəti təsdiq edən sənədlərlə yaxınlaşmalıdır. Bakı şəhər üzrə təhsil idarəsinə orada ərizə ilə rəsmi müraciət etməlidir. Daha müraciətdən sonra valideyn yerli psixoloji, tibbi, pedaqoji komissiyaya dəvət olunur. Şagird orada müayinədən keçirilir. Müayinə nəticəsində şagirdin evdə təhsili üçün qərar verilir. Misal üçün, əgər uşağın doğrudan da belə bir xüsusi qayğıya ehtiyacı var və bu müvəqqəti bir vəziyyət deyil, uşaq 1-ci sinifdən 11-ci sinifə kimi tam, yəni orta təhsilini ala bilir də ev şəraitində, düzdür? Bəli, bu evdə təhsildə ümumiyyətlə uzun müddətli proses deyil. Yəni şagird bu xəstəlikdən sağalada bilər və ya uzun müddətli təhsil də ala bilər evdə təhsil. Çünki Reyhan xanım, fənlər çoxaldıqca yuxarı siniflərə biz getdikdə, məsəl üçün ibtidai sinifi biz bir müəllimlə idarə edə bilirik. Çünki məktəbdə də deyəsən elədir, bir əsas müəllim olur, bir də dil müəllimi olur. Amma 5-ci sinifdən artıq bilirsiniz ki, fənlər çoxalır və hər fənnin öz müəllimi olur. Öz müəllimi ev təhsilinə cəlb olunur. Məsəl üçün yuxarı sinifdəki bir xüsusi qayğıya ehtiyacı olan şagirdimiz təhsil alırsa evdə, onda o fənlər, müəllimlər, yəni komanda şəklində çalışır hamı. Bəli, eyni ilə ümumtəhsil siniflərində, ümumtəhsil məktəbin şagirdləri kimi xüsusi təhsil şagirdlərinin evinə də müxtəlif fənlərdən müəllimlər təhsilə cəlb olunurlar. Rami müəllim, bax müəllimlər necə seçilməlidir ümumiyyətlə? Bilirsiniz ki, bu biraz inklusiv yanaşma olduğu üçün. Mən misal üçün öz araşdırmalarımda təbii ki, rəsmi qurumlardan bildiyim qədərilə inklusiv müəllimlərlə bağlı vəziyyət bizdə o qədər də ürəkaçan deməyim. Çünki bu da bizim üçün yeni bir şeydir, Reyhan xanım. Bizim uşaqlarımızda doğrudan da bu qədər problem yox idi. Sayılar biraz azdır, yəni. Və uşaqların diaqnozları fərqlidir və üstəlik hər mərkəz bir diaqnoz qoyur və yaxud da burada keçirilən təlimlər də çox önəmlidir. Hər mərkəz də, Reyhan xanım, hər mərkəz düzgün diaqnoz qoyub və düzgün təlimə yönəltmir uşağı və nəticədə biz uşağın başqa bir problemini həll etməkdənsə gəlirik digər bir problemlə rastlaşırıq. Bu məqamlar da var, yəni. Və həmçinin də çox üzr istəyirəm, onu da nəzərə almaq lazımdır ki, qoyulan diaqnoz ağırlıq səviyyəsi dəyişə bilər.
məsələn, qoyulduğu periodda müəyyən bir xüsusiyyətlərini özünü ifadə eləyirdisə, artıq o təhsilə cəlb olunduğu mərhələdə daha fərqli formalarda özünü göstərə bilər. Artıq qeyd etdiyimiz ki, xüsusən də biz bunu müşahidə edə bilərik əqli xüsusiyyətə sahib olan uşaqlarda ki, məsələn, həmin dövrdə deviant davranışlar, yəni bizim dediyimiz Sosial davranışlar. bəli, müəyyən bir destruktiv və deviant davranışlar deyirik bunların adlarına, yəni sosial cəhətdən gərginlik yaşada biləcək davranışlardır bunlar. Onların sayı az ola bilər, amma həmin artıq müəllimin gəldiyi, təlim keçdiyi bir dövrdə o davranışlar təsvir olunduğu çox arta bilir və müəllimə bu artıq belə davranışlar sönədə bilər. və əksinə də ola bilər. Nəticələr olur belə Reyhan xanım? Çox nəticə, bəli. Elə olub ki, məsəl üçün komissiya bir il ərzində davranış pozuntusu ilə uşağa qərar verib və bir il ərzində davranış pozuntusunda uşaqda görülməyib. Növbəti dəfə komissiya müayinəsi zamanı artıq şagird canlı olaraq xüsusi təhsil məktəbinə qərar verilib. Ümumiyyətlə müəllimlərlə bağlı vəziyyəti də istəyərdim bilim. Yenə dediyim kimi də doğrudan da birdən oldu, belə birdən diaqnozlar fərqli oldu. Uşaqların bu qədər psixoloji, davranış pozuntusu, əqli geriliyi, nitq ləngiməsi və s. diaqnozlar var və əslində təcrübə olaraq bizim də qısa bir müddətdə bunun üçün müəllim yetişdirməyimiz də biraz zaman istəyir. Bu da normal bir şeydir. Amma bilmək istərdim ki, bugünkü vəziyyətdə necədir? Biz o tələbatı ödəyə bilirikmi? Evdə təhsil müəllimləri müvafiq ixtisas və pedaqoji təcrübəyə malik müəllimlər olmalıdırlar. Əsasən uşağın sağlamlıq vəziyyətinə qarşı psixoloji həssaslıq və səbir göstərməlidir. Yəni çünki bu uşaq evdə təhsildir. Valideynlər səbirsizlik edir bu cür uşaqlara qarşı. Bəli. Həmçinin müəllimin fərdi yanaşma bacarığı, şagirdə fərdi yanaşma bacarığı da burada ön məsələlərdən biridir. İndi maraqlısı odur ki, Rami müəllim, biz bəzən heç xüsusi qayğıya ehtiyacı olmayan, amma sosial media üzərindən təəssüf ki, müəllimlə hörmətsiz davranan, hətta yuxarı sinif şagirdlərini görə bilirik. Onların ki, hər hansı bir diaqnozu yoxdur, amma çox əfsuslar olsun ki, bu cür videolar var idi. Məsələ burasındadır ki, bizim təfəkkürümüzdə, yəni bizim yaş təbəqəsini götürəndə, bizim təfəkkürümüzdə iki şərəfli və müqəddəs peşə var, həkim və müəllim peşəsi. Digər peşələr də təbii ki, cəmiyyətlərə lazımdır. İndi biz onları müzakirə etmirik, amma misal üçün mənim uşaqlığımın təcrübəsi budur. Müəllim və həkimlə bağlı ki, əgər qonşuluqda, qohumda bir həkim, bir müəllim vardısa, bütün xeyir işlərdə onlar masanın yuxarı hissəsində əyləşirdilər. Onlar əllərini yeməyə uzatmayana qədər heç kim yeməyə başlamırdı. Onlar söz deyib xeyir-dua verməyənə kimi. Yəni də bunlar həm də bizim üçün həm ağsaqqal, həm ağbirçək sayılırdılar. Doğrudan çox şərəfli. Mən indi də, misal üçün, elə kanallar var ki, xarici kanallardan söhbət gedir. Görürəm orada həkimin, müəllimin peşəsini necə belə gözəl anladırlar da. Doğrudan da cəmiyyət üçün çox həkim, yəni təbii ki, bizim sağlamlığımızla bağlı çalışılan bir profildir. Müəllim də ki, bizim gələcəyimizi cəmiyyətə hazırlayır, formalaşdırır və gələcəyimizi müəyyən edir. Amma bəzən doğrudan da gördüyüm səhnələr məni üzür. Hələ xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onlarla doğrudan da Reyhan xanımın qeyd etdiyi kimi səbir, təmkin. Çünki valideynləri bəzən görürəm. Adi uşaq biraz dəcəldir, valideynin artıq hövsələsi çatmır və günümüzdə bugün telefonlar da var. Bilirsiniz ki, uşaqlar, böyüklər bugün telefonsuz həyatlarını təsəvvür etmirlər. Texnologiyası belə mümkün deyil. Əslində, mən həmişə bu ifadəni işlətməkdən qaçmıram. Özüm işlədiyim mərkəzdə də bunu tez-tez işlədirəm. Tipik uşaqların, yəni hər hansı bir xüsusiyyətə sahib olmayan uşağın tərbiyəsi ilə məşğul olmaq çətindir. Onsuz da çətin bir şeydir. Yəni, bir uşağı tərbiyələndirmək, cəmiyyətə qazandırmaq çətindir. Amma xüsusi uşağın qayğısına baxmaq, onu tərbiyələndirmək çox daha çətindir. Əksinə orada, misal üçün, normal bizim uşaqlarımızda heç olmasa bir yüksək səs tonuna nəyisə əldə etmək olur. Misal üçün, müəyyən bir qadağalar, limitlər qoyurduqda, nəyisə onunla barter şəklində razılaşmaya gəlirsən və s. Bunda nəsə nəticələr əldə etmək olur. Amma xüsusi qayğıya ehtiyacı olanlarla əksinə daha çox nəvazişlə, sevgi ilə, təmkinlə, səbirlə nəsə əldə etmək olur. Reyhan xanım, məktəb imtina edə
bilərmi? Yəni valideynlərin hüququ, təminatı necə qorunur? Hansı hallarda məktəb artıq boyun götürməz? Yəni məktəbin də burada öz haqqı var da, yəni elə durumlar var ki, orada artıq məktəbin edəcəyi bir şey yoxdur. Yox, məktəb ümumiyyətlə evdə təhsil və tədrisin prosesi evdə təhsil istəklə tənzimləmir. Bu obyektiv zərurət yarandığı halda təyin olunur, komissiya tərəfindən qərar verilir. Məktəbin bu qərar barəsində seçim etmək deyərdim hüququ yoxdur. Şagird əgər komissiya tərəfindən müayinə olunubsa, o xüsusi formada və ev təhsilinə və ya sinif təhsilinə cəlb olunubsa, bu müəyyən bir vaxt ərzində məktəbdə təhsil almağa qərar verilibsə, məktəbin bu seçimi və ya qəbul edib etməmək kimi bir vəziyyəti yoxdur. Məktəb özü komissiyanın qərarına əsasən yalnız şagirdin hərəkət etməlidir. Rəmi müəllim, ümumiyyətlə xəstəliklə əlaqədar olaraq təbii ki, uşaqlarda tez-tez yorulma, ara vermə, yəni xüsusilə tamaşaçılarımız üçün qeyd edim ki, biz xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışırıq və onların evdə təhsil məsələlərini burada işıqlandırırıq. Ona görə biz bunu tez-tez vurğulayanda qoy cəmaatda çaşqınlıq yaratmasın, təhsil sistemini evə köçürmək kimi bir fikrimiz yoxdur əsla. Amma bu uşaqlar yorula bilir. Yəni onların xüsusi bir istirahətə, biraz əvvəl Reyhan xanım dedi ki, preparatların qəbulu və s. onlara fərqli təsir edir də. Bununla bağlı istəyərdim fikir bildirəsiniz. Əslində düzgün vurğuladınız. Tez yorulurlar. Nəyə görə? Göstəricilər çünki fərqlidir. Hər uşağın sahib olduğu keyfiyyətlər də fərqlidir. Onların diqqət faktorları var, onların diqqəti paylama faktorları var, müəyyən IQ göstəriciləri var. Bunların hər biri fərqli olur. Və burada vacib rol valideyni və mütəxəssisin üzərinə düşür ki, bunu zamanla uşaqda formalaşdırsın. Və biz nə tövsiyə görürük adətən mütəxəssis olaraq? Deyirik ki, ən yaxşısı bloklar üzərindən işləməkdir. Ən produktiv fəaliyyət növü 10-15 dəqiqə dərs oxuyur uşaq, yəni dərslə məşğul olunur, sonra 5 dəqiqə istirahət keçirilir. Bu 5 dəqiqə istirahət o demək deyil ki, uşaq istədiyi bir şey eləyə bilər. O 5 dəqiqə istirahət ərzində artıq müəyyən bir sensor aktivliyin azaldılması üçün, müəyyən bir gərginliyin azaldılması üçün, emosional o dolmanın azaldılması üçün olan bir fəaliyyətdir. Adətən, məsələn, icazə veririk, müəyyən bir toplar varsa, onlardan istifadə eləsinlər və ya qaçmaq istəyirsə, biraz durub qaçsın, tullanmaq istəyirsə, durub tullansın. Əlbəttə ki, qeyd etdiklərim daha çox müəyyən dərəcədə əqli xüsusiyyətə sahib olan uşaqlara aiddir. Çünki bizim daha çox yəni evdə təhsilin adaptasiya mərhələsində çətinlik çəkdiyimiz hələ kateqoriya əqli xüsusiyyətə sahib olan uşaqlardır. Bu baxımdan tövsiyə görülür ki, ilk olaraq ilk həftələrdə 2 blok qeyd edildiyimiz 2 blok, 10-15 dəqiqə fəaliyyət, bu bir blokdur, 5 dəqiqə istirahət, sonra yenidən 10-15 dəqiqə fəaliyyət, yəni dərs fəaliyyəti ilə məşğul olmaq və ilkin mərhələdə heç vaxt ağır dərs rutinindən başlanılmır. Yəni bu birinci həftə adətən uşağın adaptasiyası olur, müəllimlə emosional bağın qurulması mərhələsi olur, daha sonra uşağın ümumiyyətlə o oturmağa, 15 dəqiqə oturmağa, dərs təlimatlarını icra etməyə, öyrəşmə mərhələsi olur. Daha sonra artıq 3 bloklu mərhələyə keçirik ki, qeyd etdiyim kimi 15 dəqiqə, 5 dəqiqə istirahət, təzədən 10-15 dəqiqə fəaliyyət, 5 dəqiqə istirahət və yenidən 10-15 dəqiqə fəaliyyət, 5 dəqiqə istirahət. Və ən vacib məqamlardan biri rutinin, müəyyən bir rutini və ritualların olmasıdır. Hətta mən bunu qeyd eləyərdim ki, uşaqlıq dövrümüzdə bizim özümüzün də müəyyən bir rituallarımız var idi. Gəlin xatırlayaq, məsələn, məktəb periodunda biz necə idi? Hamı sinifdə masa arxasında oturmasına baxmayaraq, dərs başlamayardı o vaxta qədər ki, müəllim içəri daxil olurdu, hamı ayağa qalxırdı, salam müəllimə, uşaqlar müəllim salamlayırdı, otururduq, ondan sonra dərs fəaliyyəti başlayırdı. Bu nədir? Siqnaldır, bir növ siqnaldır ki, artıq dərs fəaliyyəti aktivdir. Biz dərsə başlamalıyıq. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla dərs prosesində də bu forma tətbiq olunmalıdır. Müəyyən bir başlanğıc. İndi dərsə başlayırıq. Mütləq. Və hər hansı bir siqnallardan da istifadə edə bilərsiniz. Məsələn, mən nə istifadə edirdim? Yaşıl kart ortaya qoyurdum. Özüm mütəxəssis olaraq işləyirdim. Yaşıl kart ortaya qoyurdum. Dərsimiz başlayıb. Dərsimiz bitəndə və ya fasilə zamanı qırmızı kartı ortaya qoyurdum ki,
uşaq üçün göstərici idi ki, İşarələrlə artıq bəli, işarələrlə ki, yəni artıq istirahət vaxtıdır və ya fəaliyyətdə olmalı. Daha sonra ən vacib məqamlardan biri də vurğulayaram ki, mütləq uşağı adı ilə xitam eləmək. Fərqi yoxdur. Hansı bir fəaliyyət icra edirsə, davamlı olaraq adından istifadə eləmək. Çünki qeyd etdiyimiz kateqoriyadan olan uşaqların onsuz da diqqətində problem var. Və ad ən yaxşı müraciət formasıdır həm də. Bəli, xitamdır və diqqətimizi cəmləmək üçün ən yaxşı üsuldur. Məsələn, siz indi bizlə danışırsınız, siz ifadəni deyirsiniz, amma biz ayırd eləyə bilməyə bilərik ki, mənə bunu ünvanlayırsınız, yoxsa xanıma ünvanlayırsınız sualı. Ona görə ad formasında fərqi yoxdur, elə bir mütəxəssis işləyirsə belə, ad formasında müraciətlər çox vacibdir. Qeyd etdiyim kimi, rituallar olmalıdır, dərs bilinməlidir ki, nə vaxt başlayır, uşaq başa düşməlidir, nə vaxt bitir. İstirahətlər olmalıdır uşaq üçün. Bu istirahətlər aydın şəkildə göstərilməlidir ki, indi artıq istirahət vaxtıdır. Və prosesdə də çox vaxtı bizim rastlaşdığımız problem əslində etirazlar olur. Uşaqlar etiraz edirlər. Mən oxumaq istəmirəm, ağlayırlar, dururlar, qaçırlar və s. və ilaxır. Ən vacib nüans valideynin və mütəxəssisin bu prosesi uşaq üçün gərginləşdirməməsidir. Yəni, dərs prosesi ümumiyyətlə, xüsusən də ev şəraitində bayaqlar vurğuladığımız kimi komfortda keçən bir prosesin gərgin bir prosesi keçməməsidir. Bizim əsas məqsədimiz sən bunu bacararsan ideyasını, bacara bilirsən, öhdəsindən gələ bilirsən ideyasını yükləməkdir. Görsək ki, əgər uşaq gərgindir, 2 dəqiqə, mən başa düşürəm sənə çətindir, 2 dəqiqə fasilə verək. 2 dəqiqə fasilə verirsiniz, misal üçün ağlaya bilər, nəsə durub istədiyi bir fəaliyyətlə məşğul ola bilər. Məsələn, mənim işlədiyim mərkəzimizdə, Dostun Gözlük İnkişaf və Yaradıcılıq Mərkəzində elə bu həssas kateqoriyadan olan uşaqlara biz yaradıcılıq xidmətləri göstəririk. Lakin bundan əlavə olaraq mərkəzimizdə sosial-pedaqoji və psixoloji dəstək də göstərilir və mütəxəssislərimiz tamamilə ödənişsiz əsaslarla bu xidmətləri göstərirlər. Fəaliyyətdə olarkən, məsələn, həmin uşaqlarla işləyərkən gördüm artıq gərginləşir uşaq. Biz, məsələn, bir misal çəkəcəm sizə, autizmli bir uşağımdan olan bir misal çəkəcəm. Biz skripka musiqisinə qulaq asırdıq. O onu sakitləşdirirdi. Fasilə veririk, 3 dəqiqəlik fasilə veririk, musiqini qoşuruq, sakitləşir, daha sonra artıq fəaliyyətimizə davam edirik. Dərs keçilir, ha. Bəli. Yəni, müəyyən bir rutinin olması qeyd etdiyim kimi çox vacibdir. Əslində, Reyhan xanım, Ramin bəy çox belə rutinləri belə xırdaladı da bizim üçün, daha asan oldu. Mən hər zaman deyirəm ki, ən yaxşı müəllim, ən yaxşı psixoloqdur, ən yaxşı psixoloq, ən yaxşı müəllimdir. Mən heç onların bir-birindən ayırmıram da doğrudan da. Və mən biraz əvvəl siz dediniz ki, müəllimləri də komissiya üzvləri seçir də. Yox, müəllimləri komissiya üzvləri seçmir. Bəs bax bu təmkində, bax bu rutinləri biləcək müəllimlər falan necə müəyyən olur, necə seçilir onlar? Ümumiyyətlə, burada daha çox əqli məhdudiyyətli şagirdlərin evdə təhsilinə cəlb olunması barəsində biz danışırıq daha çox. Evdə təhsilə cəlb olunan şagirdlər yalnız əqli məhdudiyyətli uşaqlar deyil, şagirdlər deyil. Burada həm somatik xəstəliklərlə olan şagirdlər də evdə təhsilə cəlb olunurlar. Uzun müddət sağalmaz xəstəlikləri olan, onkoloji xəstəliklər, şəkər xəstəlikləri, hematoloji xəstəliklər də şagirdlər də evdə təhsilə cəlb olunurlar. Burada şagirdin dərslərinin keçirilməsində də bəli, müəllimlər xüsusi həssaslıqla yanaşmalıdırlar, səbir göstərməlidirlər. Çünki uzun müddət, məsəl üçün, hemoterapi alan, ximioterapiya, kimyəvi preparatlardan istifadə edən şagirdlər uzun müddət halsız onların immuniteti də çox aşağı olur, onlara sosial bir ortam, yəni digər bir virusu götürmək üçün olmaz da. Təhlükə faktoru olur. Təhlükə faktorudur, bəli. Ona görə də müəllimlər müəyyən proqramların keçirilməsində, intensivliyində və dərsə adaptasiya olmasında müəyyən səbirlər göstərməlidir. Reyhan xanım, bəs dil seçimi, misal üçün elə valideynlər var, uşaqlarını rus bölməsinə qoyur. İndi dövlət məktəblərində bilirəm ki, ingilis dilində təhsil deyəsən 2 məktəbdə, dövlət məktəbində fəaliyyət var da. Amma misal üçün biz bildiyimiz 2 bölmə var da, rus dili və Azərbaycan dili bölməsi. Bunu da valideynin seçmə hüququ varmı? Müəllimi də seçə bilir valideyn? Xeyr, valideyn onu ancaq komissiya onu ancaq məktəb özü təyin edir.
müəllimi dərs saatı ilə təmin edir. Valideyn ümumiyyətlə müəllim seçimində, məktəb seçimində buna valideynə bu proseslər hamısı komissiya tərəfindən təyin olunur və məktəb isə artıq müəllimin seçiminə diqqət yetirir. Bir də Reyhan xanım, ödənişsizdir də. Bəli, tam ödənişsizdir. Siz bayaq Rus bölməsi ilə bərabər təklif dediniz, müzakirə dediniz. Rus bölməsini valideyn ərizə ilə müraciət edərkən artıq orada qeyd edilir. Onu qeyd etməlidir. Bəli, qeyd etməlidir. Eyni ilə məktəbdə keçirildiyi kimi evdə təhsil də şagirdin seçdiyi, təhsil aldığı bölmə üzrə aparılır. Birazdan bu attestat məsələsinə falan toxunacağım, çünki o da çox vacibdir. Sonda biz nəyə görə oxuyuruq? Məktəbin funksiyası da, yəni bizi oxuduğumuza görə attestatla təmin etməkdir. Amma dünənləri Qafqaz Info saytında bir məqalə oxuduq, elə mövzumuzla bağlı hamımız. Deməli, bir xanım, övladı var, 22 yaşlı, hətta qırmızı diplomla artıq universiteti bitirib tarix müəllimliyini, amma görmə məhdudiyyətlidir və təbii ki, dəfələrlə onu müalicələr etsələr də, əməliyyatlar etsələr də, hətta ölkədən də kənarda, amma nəticələr o qədər də ürək açan olmayıb. Uşaq əslində çox sağlam dünyaya gəlibdir. Sadəcə olaraq bir göz müayinəsində artıq məlum olub ki, onun görmə qabiliyyəti zəifdir və getdikcə də bu problemə çevrilibdir. İndi xanım bizimlə telefon bağlantısındadır. Sevda xanım, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. İsmayıllıda yaşayırlar, qeyd edim. Sevda xanım, salam. Eşidirsinizmi? Salam. Bəli, eşidirəm. Necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Çox sağ olun. Sevda xanım, ilk olaraq məqaləni oxudum və siz mənim dünənki tarixdə yeni qəhrəmanım oldunuz. İnanın, nə qədər ki, Allahın verdiyi bu yaddaş mənim üzərimdədir, üstümdədir, beynimdə, yəni mən sizi heç vaxt unutmayacağım. Çünki doğrudan da siz, yəni analıq hissi, analıq missiyası bəllidir. Bütün normal qadınlar ana olandan sonra bilirlər ki, artıq onlar hansı yoldadırlar da. Düzdürmü Reyhan xanım? Siz də yəqin ki, valideyn, siz bilir, əlbəttə ki, fədakarlıq, güzəştlər, zaten qadın düşünürəm ki, hazır olmadıqda heç bu yola çıxmamalıdır. Nə vaxt hazır olar, onda çıxar, taleyin qisməti var da, yəni. Amma doğrudan da bu yol böyük bir yoldur, uzun bir yoldur və mən dünən sizi oxuyanda ki, siz dediniz, özüm də müəlliməm, peşəmin fəaliyyətini dayandırdım. Düzdür, sizin ailədə maşallah dünən oxuduğum müəllimlər çoxdur. Yəni, uşağın, səhv etmirəmsə, Heydərin xalaları ya bibiləri, iki xanım da müəllimdilər, onlar da onunla çalışıblar. Buyurun, söz sizdədir. Heydər necədir? İndi eşidirmi bizi? Yəni, dinləyirmi bizim yayınımızı? Dəqiq deyə bilmərəm, yəqin ki, eşidir. Yəqin ki, eşidir, bəli. Heydərin hazırlıq müəllimləri, bəli, xalaları, xalasının yoldaşı, bir də kəndimizin tanınmış ingilis dili müəllimi Şərafət müəllim olmuşdur. Maşallah. Bəli. Buyurun, Sevda xanım, siz, bax, bir sual vermək istəyirəm. Məqalədə belə bir şey oxudum. İki övladınız da Heydərdən əvvəl dünyaya gəlib, amma sonra dünyasını dəyişiblər. Onlarda səbəb nə idi, nə problem vardı? Cerebral ifrit xəstəliyi olmuşdu. Sizdə qohum evliliyi yoxdur. Bilirsiniz, bizim proqram maarifləndirici bir proqramdır. Biz dəfələrlə bu talasemiya xəstəliyi olanlarla bağlı, qohum evliliyinin yaratdığı fəsadlarla bağlı danışırıq. Sizin nigahda qohum evliliyi yoxdur? Var. Var. Bunu heç həkimlər sizə səbəb kimi dedilər, hər hansısa bax, övladların problemində? Bütün həkimlər söyləyir. Keçmiş olsun, amma artıq olacağa çarə yoxdur. Yəni olanlar, amma sevindirici hal bugün nədir? Heydər artıq 22 yaşındadır, uzun ömürlü olsun. Bugün o tarix müəllimliyi üzrə qırmızı diplomunu alıb və oxudum ki, magistraturanı hədəf saxlayır, yəni magistr təhsilini almaq istəyir. Daha sonra təbii ki, çalışacaq da Allahın izni ilə. Həyəcan var sizdə, Sevda xanım, hiss edirəm. Heydərin planlarından danışın da bizə. Heydər əvvəlcə bütün hər bir tamaşaçıları da salamlayıram, bütün sizi də salamlayıram. Çox sağ olun, buyurun.
uşaqlıqdan bəli, oxumağa böyük həvəsi olub. Təbii ki, mən də onunla bərabər çalışmışam. Yaraşıqlı var, ha, dünən şəkillərinə baxdım. Çox sağ olun, təşəkkür edirəm. 5-ci sinifə qədər düzdür, özü yazıb oxuyurdu. 5-ci sinifdən həkimlərin bizə dediyi kimi genetik xəstəlik olduğu üçün gözün görmə qabiliyyəti faiz getdikcə düşürdü və artıq Heydər yazmağı da elə bir ki, çətinləşdi. Yalnız mən ona dərslərində kömək edirdim. Mən oxuyurdum, Heydər şifahi dərslərini öyrənirdi. Eləcə çətinliklə də olsa əvvəlki siniflərdə 5, 6, 7 belə biraz yazırdı. Amma sonra artıq gördü ki, yəni faydasızdır da yazısı. Sonra şifahi şəkildə bütün o dərslərini, yəni bütün fənləri şifahi şəkildə öyrənirdi və gedib cavab verirdi. 9-cu sinifdə hazırlıqlara qoydu. Amma çox güclü yaddaşı var idi Heydərin. Götürmə qabiliyyəti çox güclü idi. 9-cu sinifdə imtahanlara, daha doğrusu hazırlığa qoyduq. Çox gözəl də nəticə göstərdi. Çox gözəl də bal yığdı. Maşallah. 10-11-ci siniflərdə yenidən hazırlıqlar davam elədi. Mən dünən də orada qeyd etdiyim kimi Heydər daha yüksək bal yığa bilərdi. Sadəcə olaraq Heydərə 1 saat görmə qabiliyyəti olmadığına görə əlavə imtahanda vaxt verilməlidir. Ancaq biz ona hara getdiksə, məlumat verdik Dövlət İmtahan Mərkəzinə. 18 yaşı olmadığı üçün dedilər ki, onun əlillik dərəcəsi yoxdur, biz onu verə bilmərik. Ona görə də yəni vermədilər. Nəticədə Heydər 362 bal topladı. Tarix müəllimi, çünki tarixi sevirdi. Tarix fənninə çox sevirdi, öz şəxsi fikri idi. Ona görə də tarix müəllimliyi ixtisasını seçdi və ilk gündən, universitetə getdiyi ilk gündən dərslərini yüksək səviyyədə oxudu. Hətta Sevda xan, bildiyim qədərilə dünən məqalədə oxudum, səhv etmirəm, siz İsmayıllıdansınız, amma Mingəçevir Dövlət Universitetində təhsil aldığı üçün siz ailəlikcə köçmüsünüz, Mingəçevirdə yaşamısınız Heydərə görə və məqalədə onu da oxudum ki, Sevda xanım deyir ki, bəzi hallarda onun tələbə yoldaşları belə onu gəlib götürürdülər ki, bir yerdə dərsə getsinlər, gəlsinlər. Siz əslində niyə görə sizi, bilirəm həyəcanınızı, səhər-səhər sizi bəlkə də həyəcanlandırdıq yayına qoşmaqla. Amma istədim ki, baxın, kimin övladında hər hansı bir xüsusi qayğıya ehtiyacı olan övladlarınız varsa, analar, ruhdan düşməyin, o uşaqları gizlətməyin. Yadımdadır ki, illər əvvəl başqa bir televiziyada fəaliyyət göstərdiyim zamanlarda vəziyyət çox acınacaqlı idi. Nə mövzuda? Bakı kəndlərində və Cənub bölgəsində bir qeyri-hökumət təşkilatı, belə deyək də, reydlər aparmışdı, xarici həm də yəni komanda ilə və çox acınacaqlı bir mənzərənin şahidi olmuşduq. Nə qədər problemi olan uşaqları valideynlər utandığından, nə bilim, əziyyəti çox olduğundan, qəbullanmadığından, bəli, və əziyyəti də çox olduğundan, qəbullandın, tamam, amma əziyyəti də çoxdur axı, asan bir yol deyil dediyim kimi və o uşaqlar evlərdə inanırsınız ki, çox üzr istəyirəm bu ifadəmə görə. Yəni, evdə bir heyvan saxlayarsan, yəni bu uşaqların, inanın, evdə saxlanılan heyvandan heç bir fərq qoymurdular da. Vəziyyət o qədər acınacaqlı idi, o qədər belə göz yaşları ilə, qəhər içində o materialları hazırlayıb efirə vermişdik. Ona görə də Sevda xanım kimi analar doğrudan da bugün qəhrəmandılar. Və nəinki Sevda xanım fiziki, yəni qayğıya ehtiyacı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün. Elə bugün uşaqlarımızda o qədər hiperaktivliyi var. Baxırsan, maşallah, heç bir xəstəlikləri, heç bir problemləri yoxdur. Amma uşaqlar o qədər hiperaktivdir. Hiperaktivlik də bir klinik psixoloq dəstəklərdə əslində hiperaktiv də yaxşı bir şey deyil. Sonra onun da fəsadları çıxır. Biz elə əvvəl onun adı dəcəllik idi, indi hiperaktivlik idi. Amma bilirsiniz də, bütün o problemlər elə bax oradan başlayır. Yəni uşağın əli ayağı üstündə ola bilər, amma beyin olaraq problem yaşayır sonra. Sevda xanım,
Çox sağ olun. Mən şəxsən sizin qarşınızda baş əyirəm. Allah sizin kimi analarımızın canını sağ eləsin. Siz bugün bizim cəmiyyətimiz üçün bir örnəksiniz. Siz nə qədər evlərdə ki, Heydər kimi balalar var və s. başqa bir problemlə olan balalar var. Allaha qurban olum, Allahın qismətidir. Yəni biz bundan artıq nə edə bilərik? Biz heç bilmirik ki, 5 saniyə, 10 saniyə sonra bax biz burada oturduğumuz yerdə başımıza hansı hadisələr gələcək. Hər bir halda Heydərin vəziyyəti ilə barışdığınız üçün, bu həyata üsyan etmədiyiniz üçün, hər şey çünki oradan başlayır. Utanmadığınız üçün, bu əziyyətli yolda olduğunuz üçün sizə çox təşəkkür edirəm. Çox sağ olun. Siz bugün doğrudan da bizim nümunəvi cəmiyyətimizdə olan o qəhrəman analardansınız. Çox sağ olun. Bir kəlmə qeyd edə bilərəm. O qədər mən üzülürəm. Sevda xan, bəli, sağ olun. Heydərə də bizdən çoxlu salam. Buyurun, deyin. Yəni, mən Heydərlə həmişə fəxr etmişəm, ömrüm boyda fəxr edəcəm. Yəni, Heydər çox fəxrli bir övladdır. İnandırım, bəlkə də xəstə uşağı olan valideynlərə onu demək istəyirəm ki, mən həyatım boyu heç vaxt yorulmadım, usanmadım, bezmədim. Yəni, indi də biz Heydərlə hazırlaşıb, Heydər, məsələn, müəllimlərin işə qəbul imtahanına da verib, keçidi də keçmişdi. Biz nazirlə də görüşmüşük, cənab Emin Əmirullayevlə və o da işlə təmin olması barədə öz tapşırığını vermişdi müəyyən aidiyyatı qurumlara. Yəni Heydər yenə də çalışır, müəllimlərin işə qəbuluna hal-hazırda çalışır və inanıram ki, yüksək nəticə göstərəcək. Və mən heç vaxt yorulmadım. Çünki Heydər o qədər ağıllı, tərbiyəli, savadlı. Üzündən bilinir. Mən dünən şəkillərinə baxırdım. Yəni üzündən bilinir onun necə tərbiyəli, səliqəli, təmiz. Yəni şəkildən belə sizin ona olan o diqqətiniz, qayğınız, səliqəniz, təmizkarlığınız hamısını o şəkildən. Yəni doğrudan da şəkil danışan şəkil idi dünən saytda olan şəkillər. Qafqaz İnfoya da buradan təşəkkür edirəm. Yəni sizlə əlaqəyə keçiblər, bu məqaləni işıqlandırıblar. Qoy bizim internet səhifələrimiz sosial mediada bu doğrudan da belə gündəm xəbər olsun. Biz gün ərzində o qədər lazımsız xəbərləri gündəmə çevrilirlər. Valla heç bizə o informasiyalar lazım deyil. Bizə belə xəbərlər lazımdır. İnşallah Heydər magistr təhsilini alsın. Heydərin toyunda görüşərik. Mən böyük məmnuniyyətlə gələrəm. Amma siz Allah qohum evliliyi eləməyin. Qohumdakı qızlardan gözünüzü çəkin. Sağa sola baxın Heydər üçün. Görün hardan belə yaxşı belə qızlarımız var. Qohumdan daha öz başınız da çəkib, yoldaşınızın da başı. Yəni ki, eləməyin belə şeylər. Doğrudan qohum evlilikləri olmaz. Özdəki qanun var, yəni qayda var. Artıq cənab prezident onunla bağlı yəni qanun imzalayıb. O qanun da artıq səhv etmirəmsə qüvvədədir. Çünki biz bunu işləmişdik. Bəli, yəni qohum evlilikləri olmaz, erkən nigahlar olmaz. Bunlar hamısı doğrudan da sağlam cəmiyyətin təməlindən gedir söhbət. Bizim gələcəkdə biz sağlam cəmiyyət istəyiriksə, onun təməli düzgün qoyulmalıdır. Orada qohum evliliyi olmamalıdır, erkən nigah olmamalıdır. Həkimdən qaçmamalısan, həkim müayinələrindən qaçmamalısan. Əvvəl üzr istəyirəm, Ramin bəy, psixoloq deyəndə deyirlər, mən dəliyəm, bəyəm psixoloqa gedim. Da başa düşmürlər ki, hər bir sıxıntınızda gedib qonşuya danışanda o qeybətə çevrilir, o nə bilim lazımsız söhbətlərə çevrilir, yanlış yönləndirmələr olur. Amma siz peşəkara müraciət edəndə təbii ki, o dərdin dərmanını da tapa bilirsiniz. Çox şad oldum sizin səsinizi eşitməyə. Sağ olun. Çox sağ olun, minnətdarım. Və gələk evdə təhsilin attestat məsələsinə. Reyhan xanım bununla bağlı bizə məlumat verin, xahiş edirəm. Təhsil alan şagirdlər, digər şagirdlər kimi buraxılış imtahanlarında, Dövlət İmtahan Mərkəzlərinin keçirdiyi imtahanlarda iştirak etmək hüququna malikdir. Əlbəttə ki, bu könüllüdür. Ağır vəziyyəti olan şagirdlər bu imtiyazlardan istifadə edə bilmirlər. Çünki onların buraxılış imtahanlarda iştirak etmə vəziyyəti ağır olduğuna görə mümkün olmur. Bu barədə onlar yenə Bakı Şəhər üzrə Təhsil İdarəsinə müraciət edirlər və imtahandan azad olma proseduru keçirilir. Eyni ilə digər şagirdlər kimi imtahanda iştirak eləmək istəyən şagirdlər də eyni qayda ilə digər ev təhsili şagirdləri də imtahanlarda iştirak edir və normativ attestat alma hüququna sahibdirlər. Yəni bu prosedur onlar üçün qadağan olunmayıb.
Əla. Əslində mən belə görürəm ki, vəziyyət yəni ürək açandır bu mövzuda və düşünürəm ki, bir dənə nə qalır, valideynlər bunun üçün cəhd etsinlər. Ramil, biraz əvvəl çox həssas bir məqamlara toxunduq Sevda xanımla danışanda. Yəni doğrudan da uşağın bu durumunu qəbul etmək, bununla barışmaq, bununla bağlı addımlar atmaq, bəli. Bunlar hamısı çox önəmlidir. Gəlin buradan bir çağırış edək. Baxın, elə qəribə hisslər keçirtdim. Misal üçün birdən biz belə Azərbaycanlı qadın, Azərbaycanlı ana görürük ki, adi bir market paketində kameralara düşür ki, necə o nə bilim 4 saat əvvəl doğulan, 2 gün əvvəl doğulan övladını gətirir zibil qutusuna atır. Yəni bunu da gördük də biz. Və bir də biz görürük ki, Sevda xanım kimi. Doğrudan da o uşaqlığımızda nağıllar başlayır. Biri var idi, biri yox idi. Həyatın balansıdır bu. Demək ki, o da olmalıdır, bu da olmalıdır ki, biz heç olmasa pisi yaxşıdan ayıra bilək də, o cümlədən də insanları. Və cənnət bu cür anaların ayağının Valla, altındadır. doğrudan da cənnət bax bu cür anaların ayağının altındadır. Bəzən o qədər görürəm, sağlam maşallah uşaqlardır. Ana öz maraqlarına görə elə atanı da götürək. O yəni ki, şadlığının qədrini bilməyən insanlar da bunlar, belə deyək. Yəni o xoş günün qədrini bilməyən, elə bilirlər ki, həyat elə bu cür olmalıdır. Buyurun Ramil bəy, məsləhətinizi verin bu cür valideynlərə, qoy bu komplekslərdən, bu uşaqların həyatını qaraltmasınlar da bu komplekslərlə. Əgər vaxtımız varsa, ümumiyyətlə bu mərhələlər, qəbullanma mərhələləri çox qısadır amma vaxtımız. Bəlkə indi siz klinik psixoloqsunuz, siz belə şeyləri bacarırsınız qısa fikrinizi çatdırmağı. Buyurun. Ümumiyyətlə proses bir çox insan üçün çətin gedir və bu ilkin olaraq şok olur. Daha sonra ağrı, günahkarlıq hissi başlayır. Kimisi günahlandırmaq, nəyisə günahlandırmaq, həkimi günahlandırmaq, ailə üzvlərini günahlandırmaq. Növbəti mərhələlərdə insanlar depressiya yaşayırlar və daha sonra da yekun olaraq ən sağlam mərhələ qəbullanma mərhələsidir. Mən insanlara tövsiyə görürəm ki, o günahkarlıq mərhələsində ən çox özlərinə, ailə üzvlərinə, bir-birlərinə, yoldaşların bir-birlərinə deyəcəyi ifadə olmalıdır ki, sənin bu övladının xüsusiyyətində günahın yoxdur. Sənin bu şeyin baş verməsində hər hansısa bir rolun yoxdur. Bəli, Qədər qismət deyə bir şey var. Artıq bu sənin qismətin. Bizim beynimiz belə işləyir ki, biz nə qədər çox söz eşitsək, bir söz eşitsək, biz o informasiyaya inanacağıq. Uşaq da elədir. Yəni 5 yaşlı uşağa sən bir dəfə deyən ki, çox yaxşı çəkmisən, amma 5 dəfə deyən ki, sən çox pis çəkirsən, o 5 çox pis çəkdiyinə inanacaq. Bizim beynimiz də belə işləyir. Ona görə mənim valideynlərə tövsiyəm odur ki, bir-birlərinə dəstək olsunlar və məsələdə bir-birlərinə yəni dayaq olsunlar. Təşəkkür edirəm. Çox şad oldum sizlə tanışlığa. Çox faydalı məsləhətlər verdiniz. Reyhan xanım, siz də, Ramil müəllim, siz də. Çox sağ olun. Allah balalarımızı qorusun. Valla belə bir cümlə var da, deyir, Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Amma qədər qismət deyilən bir anlayış da var. Gərək biz başımıza gələnlərdən razılaşaq. Çünki onda o yolu daha asan gedə biləcəyik. Və dediyim kimi, bütün bu işlərdə komanda, burada cəmiyyətin də rolu böyükdür. İnşallah ki, sağlam cəmiyyət ümidi ilə bu təbii ki, uşaqlarımızın üzərinə düşür, amma valideynlər də əsas rol oynayır. Biz birazdan sizinlə görüşəcəyik. Digər hissədə biz müzakirə edəcəyik uşaqların peşə seçiminə müdaxiləsini, amma əsla valideynləri qınamırıq, çünki artıq bugün kodlaşma deyə bir şey var və bununla bağlı danışacağıq. Birazdan görüşürük.